Biz bilirik ki, ən şəkilçisi vurğu qəbul etmir və vurğu qəbul etmədiyinə görə, məsələn, baxın, təsadüf sözündə vurğu sona düşür və A da neynir? Tələffüz zamanı uzanır. Düzdürmü? Mən buna təsadüf vurğu qəbul etməyən ən şəkilçisini artırsam, sona düşən vurğu gəlib düşəcək A-nın üzərinə. Və A-nın üzərinə vurğu düşsə, artıq orada səs uzanması neynəyəcək? İtirəcək. Və yaxud digər bir məqama baxaq. Məsələn, zahir sözündə A neynir? Uzanır. Amma mən buna vurğu qəbul etməyən şəkilçi artırdıqda, yəni ən şəkilçisin, zahirən. Vurğu gələcək, düşəcək A-nın üzərinə və A saatindəki uzanmanı neynəyəcək? İtirəcək. Digər məqamlarda gələrəm ən vurğu qəbul etməyən şəkilçisi artırılmabsa, artıq elə nə qədər şəkilçi artırsa fərqi yoxdur. Səs uzanması öz mövqeyində qalacaq. Bir digər məqamla biz qoşa saitli sözlərdə bilirik ki, səs düşmə hadisəsi baş verir. Məsələn, maaş sözünü yazaq. İnicisi qoşa samitli sözdür, düzdür? Tələffüz zamanı nə baş verəcək? A-nın biri düşəcək, digəri də uzanacaq. Bu, əsasən özün sadə sözlərdə göstərir bu məqam. Mürəkkəb və düzəltmə sözlərdə bu məqam özünü göstərmir. Məsələn, bir ixtiyar sözünə baxaq. Baxın, bir ixtiyar sözündə ixtiyar sözün köküdür, bir də ki, ön şəkilçisidir. Buradakı i-nin biri ixtiyar sözünə aiddir. I-nin biri isə düzəltmə sözünün bir şəkilçisinə aiddir. Yəni, bu elə olduğu kimi də qalacaq. Və yaxud mürəkkəb sözə baxaq. Əlbəl sözünə baxaq. Əl. Buradakı qoşa saitdən heç biri düşməyəcək. Buradakı əl sözündəki söz kökünün əsidir və buradakı ədəki mürəkkəb sözün düzəldən hissəciyin əsidir. Yəni, burada heç bir düşmə hadisəsi olmayacaq. Diqqət edin. Digər sadə sözlərdə, məsələn, təbii sözündə söz kökündədir və düşmə hadisəsini eləyəcək, özünü göstərəcək. Digər bir məqama toxunmaq istəyirəm. Sonu B, D, C, C və bıdıcıcından bitən sözlərdə biz bilirik ki, kar qarşılığı ilə tələffüz zamanı neynir? Əvəz olunur. Məsələn, bulud yazırıq. Nə baş verir? Bulud formasında tələffüz edirik. Amma bu, özün təkhecalı sözlərdə göstərmir. Təkhecalı sözlərdə də mütləq yadınızda qalsın. Sait, samit ardıcılığı ilə neynəməlidir? Getməlidir. Məsələn, baxın, cib sözünü yazırım. Sait, samit, samit. Samit, sait və samit. Bu tipli sözlərdə heç bir dəyişiklik baş verməyəcək. Elə olduğu kimi neynəyəcək? Bu qalacaq. Baxın, hər təkhecalı sözü gedib götürməyin ki, təkhecalı sözdür. Burada heç bir dəyişiklik olmur. Bu ardıcılıqla baxın. Samit, sait və samit ardıcılığı olmalıdır. Əgərlərim, məsələ baxın, yazıram qəlb sözü. Burada o ardıcılıq gözlənilmi? Samit, sait, samit, samit. Ardıcılıq neynədir? Pozuldu. Artıq bu pozulduğuna görə təkhecalı söz olsa da bu qaydaya əsaslanacaq. Qəlb tələffüz zamanı qəlb formasında tələffüz ediləcək. Burada bir dənə sözümüz var ki, istisna məqam kimi gerb sözüdür ki, bu orada olduğu kimi neynəyəcək? Qalacaq. Gerb elə gerb formasında da neynir? Qalır. Bu istisna məqamdır. Qalan məqamlarda diqqət edin. Sait, samit, sait, samit gəlibsə, bu ardıcıllıqda heç bir dəyişiklik baş verməyəcək. Amma ardıcıllıq pozulsa, məsələn, samit, sait, samit gəlibsə, artıq bıdıcıcı qaydasına neynəyəcəyik? Əməl edəcəyik. Başqa bir məqama toxunmaq istəyirəm, lar şəkilçisinə. Lar şəkilçisi biz bilirik ki, vurğu qəbul etdikdə cəm şəkilçisi olur. Bunu ların cəm şəkilçisi yoxsa şəxs onluğu olduğunu necə eləyirik? Əsasən adlara artırılırsa, oradakılar cəm şəkilçisidir. Məsələn, baxıram ağaclar sözünə. Burada baxın, vurğu ların üzərinə düşür. Çünki oradakı lar cəm şəkilçisidir. Yox, əgər larımız cəm şəkilçisi deyil, şəxs onluğudursa, artıq lar neynəyəcək? Vurğu qəbul etməyəcək. Bəs bunu necə bilirik? Təsviflənən feylə artırılıbsa lar, bu şəxs onluğudur, yadınızda qalsın əsasən. Məsələn, baxın, yazıram, gedirlər. Gedirlər.
Baxın, buradakı lar şəxs onluğumuzdur. Vurğu da ların üzərinə yox, nəyin üzərinə düşəcək? Bir heca ondan əvvələ. Çünki biz dedik ki, lar şəxs onluğu olanda neyinir? Vurğu qəbul etmir. Bunlarda da bir məqam var, fərqli bir məqamdır. Nədir bu fərqli bir məqam? Əgər lar şəxs onluğu olsa, şərt şəklinə artırılsa, sasən və yaxud şudi keçmiş zamanı artırılsa, dedi, və yaxud əmr şəklinə artırılsa, lar şəkilçisi neyəcək? Vurğu qəbul edəcək. Məsələn, nümunə ilə baxaq. Məsələn, yazıram mən bura ki, oxudu. Oxudular. Baxın, burada şudi keçmiş zamandır. Lar vurğu qəbul edəcək. Lardakı burada şəxs onluğudur. Və yaxud oxusalar. Oxusalar. Lar burada şəxs onluğudur, amma sa şərt şəkil olduğuna görə, şərt şəklindən sonra gəldiyinə görə vurğu neyəcək? Qəbul edəcək. Başqa bir məqama baxaq. Biz bilirik ki, səs uzanması ı və ü saitində neynəmir? Özün göstərmir. I və üdə səs uzanması neynəmir? Olmur. Bir dənə üfüq sözüdür. Üfüqi sözüdür ki, burada neynəyəcək? Səs uzanması olacaq. Səs uzanması əsasən açıq saitlərdə olur. Bax, məsələ nümunə olaraq yazıram. Alim. Alim. Baxın, və yaxud xəzinə. Xəzinə. Bax, a açıq hecadır. İx, baxın, xəzinə. Görürsünüz, açıq hecadadır. Amma bəzi sözlər var ki, 2-3 dənə sözdür ki, qapalı hecada da səs uzanması özün göstərə bilər. Bu hansı məqamdır? 3 dənə sözümüzdür. Maddi sözüdür. Maddə sözüdür. Və xasə sözüdür. Bu sözlərdə yadınızda qalsın ki, bax, maddi, maddə, xasə, baxın, xasə, qapalı hecadır. Qapalı hecada da səs uzanması neynir? Özün göstərə bilir.